Zaqatala rayon Muxax kənd sakini Məhəmməd Əmin Əliyev əkin üçün ona verilən subsidiyanın məbləğindən narazıdır. Bu səbəbdən kəndlinin becərdiyi fındıq bağları məhv olur. Məhzulu məhv olan fermer aidiyyatı qurumlardan köməklik istəyir. Hər il fındıq bağlarına görə subsidiya alan Muxax kənd sakini Məhəmməd Əmin Əliyev bu ildən subsidiya üçün tətbiq edilən yeni qaydalardan narazıdır. Kəndli deyir ki, istifadə etdiyi fındıq bağı üçün hər il aldığı subsidiyanın məbləği bu ildən xeyli azaldılıb. 700 manat verib çıxarış aldım subsidiya almaqdan ötürü bundan 2 il qabağa. Həmin sahəyə də əvvəllər 5 hektardan yuxarı torpaq analizi eləyirdilər. Bu ildən torpaq analizini salıblar 3 hektara. 3 hektar olanda analiz verməliyəm. Deməli, mənim sahəmdə həm balota yerlərində, balçıqlı yerlərində fındıq əkmişəm, açıq yerlərində əkin eləyirəm də. Fermer deyir ki, ondan subsidiya almaq üçün müəyyən ödəniş edib torpağın analizini verməsi tələb edilir. Deyirsən, onun üçün əlavə ödəniş eləməlisən. Bundan əlavə də, deməli, bu il hər hektar torpaq fındıq sahəsinə 50 manat subsidiya verir. 50 manatın 27 manatını bəri başdan istəyir. Bundan əlavə deyir ki, analizi götürmək üçün mütəxəssisə də pul verməlisən. Fındıqçılıq da məhv olub gedir. Analizin iqtisadi səmərəsi nədir ki, məsələn, 1 hektar sahə bir kisə kübrə düşmür. Bunun da əlavə şərtlər qoyurlar. Məsələ ilə bağlı Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, bu qərar onların deyil, Subsidiya Şurasının qərarıdır. Vətəndaşın iddiasına görə o deyir ki, Subsidiya Şurasının qərarına əsasən bu illərin fındıq sahələrində 2022-ci ilə qədər olan sahələri 50 manata endirdikləri üçün vətəndaş iddia edir ki, mən bu analizi verməməliyəm. Yalnız biz nə edə bilərik? Burada elə bilən ki, bizim heç bir günahımız yoxdur da. Subsidiya Şurasının qərarıdır. Biz düzgün olaraq bunu götürürük. Qeyd edək ki, 20 ildir müxtəlif növ bitkilərin əkin biçini ilə məşğul olan kənddə əkin üçün 7,6 hektar torpaq sahəsini icarəyə götürüb ki, bunun da xeyli hissəsində fındıq becərir. İlkin Piranov, Fidan Səfər, Space Xəbər, Zaqatala.